Qrafen. Bu material özünün unikal keyfiyyətləri ilə fərqlənir. Qrafen yer kürəsində ən möhkəm material hesab olunur. Bundan başqa, o elektrik cəryanının keçirdiciliyi və şəffaflığı ilə diqqət çəkir. Şəffaflıq xüsusiyyətinə görə bir sıra materialların, məsələn, sensor displeylərinin yaradılması üçün əvəzsizdir. Belə hesab edilir ki, qrafenin tezliklə elektronika sənayesində geniş tətbiqinə başlanılacaq. Rus alimləri Konstantin Novoselov və Andrey Geim qrafen yaradılması üçün apardıqları elmi işlərə görə 2010-cu ildə fizika sahəsində Nobel mükafatına layiq görülüb. Qrafenin əsas xüsusiyyətləri və tətbiqi. Qrafen altıbucaqlı qəfəs şəklində düzülmüş tək bir karbon atomu təbəqəsindən ibarət olan iki ölçülü kristal materialdır. Qrafikin izolasiya olunmuş təbəqəsi olaraq da adlandırılır. Əsas xüsusiyyətləri və tətbiqləri. Möhkəmlik poladdan 200 dəfə, hətta almazdan 40 dəfə daha möhkəmdir. Lakin inanılmaz dərəcədə yüngül və çevikdir. Keçiricilik. Elektrik və istilik üçün ən yaxşı keçirici 2D materiallardan biridir. Struktur. Tamamilə saf karbondan ibarətdir və nizamlı atom birləşmələrinə əsaslanan sadə quruluşa malikdir. Şəkildə mobil telefonlarda və digər portativ elektron cihazlarda geniş istifadə olunan litium-ion bateriyaları əks etdirilir. Bu bateriyalar digər təkrar doldurulan bateriya texnologiyaları ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Aerogel. Maye hallı, tamamilə qaz halı ilə əhatə olunmuş gel şəklində materiallar sinifi. Bu tip materiallar möhkəmlik, şəffaflıq, istiyə davamlılıq, olduqca aşağı istilik keçiriciliklə yanaşı, rekord aşağı sıxlıq xassəsinə malikdir. Yaddaşlı ərintilər. Qızdırıldıqda əvvəlki formasına qayıdan xüsusi materiallardır. Sadə izah. Bu ərintilər soyuq halda əyilə və ya sıxıla bilir, amma qızdırıldıqda ilk formasına xatırlayıb yenidən həmin formaya qayıdır. Forma yaddaşlı ərintilər nümunə olaraq nitinol ən məşhur forma yaddaşlı ərinti misal göstərmək olar.